Azərbaycana qarşı müharibə olanda mən ümumiyyətlə heç yerə elzam olmamışım. Yəni göndərilməmişim. Yəni könüllü olaraq getmişim. Azərbaycan Respublikası SSR-nin tərkibində olan bir respublikalardan biri idi. Ümumiyyətlə bu hadisələrin çəkilməyi heç də o dövrdəki rəhbərlər üçün bir o qədər ürək açan əhvalat deyildi. Yəni onlar istəməzdilər ki, məsələn, bu cür tarixlər lentə alınsın. Mən ilk dəfə gəldim Şuşa şəhərinə. Şuşa şəhərində çoxlu dostlarım vardı, hələ müharibədən öncə. Və bunlarla görüşdüm. Artıq müharibə ab-havası, silahsız sakinlər, doğrudan çətin dövr idi. Müharibə gedə-gedə ordu yaranırdı. Yəni o ordu əliyalın bir orduydu. Heç bir silahla təminatı olmayan bir orduydu. Yəni könüllülər idi, dəliqanlı könüllülər idi. Yəni onların qarşısında heç nə, mən deyərdim, silah olmadan belə, yəni silah əliyalın onlar döyüşə atılan oğullar idi. Ümumiyyətlə, savaşda qadına, uşağa güllə boran eləmək heç də şərəfli, yəni hansı millət olur olsun ona şərəf gətirmir. Mən Xocalı hadisəsindən 2 gün sonra ayın 28-i Ağdam şəhərinə gəldim. Mənim orada o kadr heç zaman gözümün qabağından, yəni mən dedim ki, çəkilmir. Mehdi hər iki valideynini itirib, nə qardaşı qalmışdı, nə bacısı, təkdir bu gün dünyada. Yəni Mehdidən ancaq onda böyük bir qürur mən gördüm ki, yəni bu insan 4 yaşında, 5 yaşında hətta babasının kürəyindən sürüşüb düşüb, o qaça-qaç dövrdə, o qarın içinə düşüb, o adam yeganə həmişə özünü günahlandırır ki, mənim günahım odur ki, bəlkə atam məni axtardı, ona görə şəhid oldu, atam vuruldu. Yəni bugünə qədər özünü günahlandırır Mehdi. Bugün Xocalı polis sistemində çalışır həmin şəxs, çox fədakar bir oğlandı. Orada yadınızdadır ki, həmin kronikada başı bağlı, mən elə bildim o qız uşağıdır, o oğlan imiş. Babasının qucağında Mehdi, başı şalla bağlanmışdı. Mənim o səsdən, küydən, mən heç kimin səsini eşitmirdim. Ancaq gördüm ki, hava qaralmışdı. Kəndin o yanmış işıqlarının fonunda deyir, atamın sürüyyətini gördüm ki, yüksəklikdə Mehdi deyib qışqırır. Və birdən gördüm ki, atam yıxıldı. Onda başa düşdüm ki, atam vuruldu. Bu acı da olsa, bu dünya ictimaiyyətinə çatdırılmalıdır. Mən heç də inanmıram ki, erməni uydurma soyqırımı deyilən bir soyqırımda Türk milləti ümumiyyətlə uşaqlara, qadınlara bu dərəcə amansız davransınlar. Biz də rastlaşırdıq orada qadınla, uşaqla, ancaq onlara güllə atmırıq. Sadəcə onları çalışırdıq ki, qaytaraq öz erməni qoşunları tərəfi onları təhvil verir. Ağdamın dəmiryol vağzalında hərbi qospital vaqonda yerləşirdi. Yəni orada yaralı əlindən tərpənmək mümkün deyildi. Əhməd mənim gözümün qabağına gəldi. Əhməd adında Mürvət Əhməd qardaşları. Yəni bu ailənin faciəsi dəhşətli olubdu. Əhməddən mən soruşdum, nə oldu sənin əlinə? Görürəm, güllə yarasıdır, əli deşilibdir. Dedi, heç ermənilər bizi tutanda soruşdu məndən, sən silah ata bilərsən? Dedi, ata bilərəm. Əhməd də çox belə, o dövrdə onun haradasa bir 13-14 yaşı olardı. Ata bilərsən, deyir, hansı əlimi? Deyir, bu sağ əlini atarım. Və onun əlinin, həmin güllədən onun əlini vurmuşdular. Mən bəzi qadınlara qarşı o zorakılıq hadisəsi, mən o kadrları çəkə bilmirdim.
qulaq asa bilmirdim onlara. Bu cür hadisələrdən, bu cür əsirlikdən xilas olunmuş qız gəlinlərimizi də gördüm. Mən sadəcə olaraq onların danışığına qulaq asa bilmədim, ona görə onları çəkə bilmirdim. Mənim üçün ağır idi. Bilirsiniz, 12 gün meşədə, kolluqda, qarla, bir də ki, böyük tikanın yarpağınla, çeyniyə-çeyniyə gəlib Ağdama çıxan qadınları gördüm. Hər iki ayaqlarını don vurulmuşdu. Məsələn, mən fədakar bir ananı, o doğrudan fədakar qadındır. Müşkünaz xanım, səhv edirəm sadə, Salatının anası. Onlar Xocalı sakinləri idi, əsli Laçınlı idi, həmin Müşkünaz xanımı sağdır. Yəni, öz evladını boğmaq məcburiyyətində qalan ana. Yəni, körpə, 4-5 aylıq körpənin səsi çıxmasın, yəni, insanlar əsir düşə bilər, ermənilər onları duya bilərlər. Yəni, bu anıya mən heyranam. Yəni, bizim Müharibə Uşaqları filmdə həmin ananın, həmin o fədakarlığının şahidi olmaq olar. Yəni, doğrudan öz anasını, öz evladını boğub öldürüb, sonra deyir, gəldim, bizi tövləyə salmışdılar, o tövlədə, hətta deyir, qıymadım mən onun meydini, cəsədini çöllükdə bıraxım. Heç kürəyimdən deyir, şağı da açmadım. Deyir, heç nə hiss eləmirdim mən. Heç bir bədənimdə heç bir hissiyat yox idi. Yaşlı qadınlardan biri deyir ki, heç olmasa meydi çıxart ki, qoy qırağa. Onda onlar açanda nəsə dedilər ki, uşaq tərpənir. Orada hər qarışda bizim şəhidlərin qanı var. Yəni, torpaqdır. Biz onu yerindən qura bilərik, o xarabalıq, o evləri. Ancaq o torpağın altında bizim şəhidlərin müqəddəs qanı axır. Yəni, o torpaq uğrunda ölmə şərəfdir. Mən o günün arzusunu gözləyirəm ki, o günü yaşatmaq Allah bizə nəsib etsin ki, bu töhməti bizdən sonra gələn nəslin boynuna qoymayaq. Bu ağır bir töhməti üstümüzdən götürək. Yəni, o elə hissi ki, onu mən deyə bilmərəm. Mən bilmirəm, kamera yoxsa silah. Mən hər ikisini seçərdim. Hər ikisini seçərdim. Mənim arzum döyüşə-döyüşə öz ərazilərimizi yenidən işğaldan azad etmək.